Varenlikləri hazırlamışdım dünən. Bu günə də biraz kartofla xəmir qalmışdı. Dedim atmayım. Bu gün yenə hazırladım. Xəmir yumşaq deyə bu formanı tam düzəldə bilmədim. Yaxşı alınmadı gürzələr. Xəmir çox yumşaqdır, fikir verirsiniz. Çox yumşaq olduğuna ona görə düzəldə bilmədim. Bir də xəmirdən əlavə qaldı. Ona da ərişdə kəsdim. Dedim ki, israf olmasın. Doğradım, unladım, qaba qoydum. İnşallah da 1-3-4 gün sonra bunu bişirəcəm. Yəni xəmir ard-arda bişirməyim. Unlayıb quruduram.